Hər birinizə salam, əziz və dəyərli izləyicilər. Bu gün sizlərlə say sistemi mövzusundan danışırıq. Mövzu izahlarımıza davam edirik. Gəlin başlayaq. Say sistemi dedikdə, say sistemi nədir? Əslində say sistemi bir növ ədədlərin kodlaşdırılmasıdır. Baxın, say sistemləri iki yerə ayrılır. Mövqeyli və mövqeysiz say sistemləri. Nəyə görə mövqeyli, mövqeysizdirlər? Əgər say sisteminin rəqəmləri öz mövqeylərinə görə, belə deyim, dəyər olaraq dəyişirlərsə, bu mövqeyli say sistemidir. Məsələn, gündəlik həyatımızda istifadə etdiyimiz onluq say sistemi. Onluq say sistemində 5 yazdım, bu 5 dəyərini saxlayır. Amma bir dənə də 5 yazsam, bu 5 deməkdir, bu 50 deməkdir. Mərtəbəsinə görə fərqlənir. Buna ona görə deyirlər mövqeyli say sistemi. Bu ikilik say sistemində də belədir, üçlük say sistemində də belədir, digər say sistemlərində də. Amma gəlin Roma say sistemlərinə, yəni Rum rəqəmləri dediyimiz şeyə nəzər yetirək. Roma say sistemində x 10-dur. 2-dən x-i yazsam bu da 10-dur, bu da 10-dur. Cəmlənir olur 20. Fikir versəz, x mövqeyindən asılı olmadan belə deyim, dəyəri olduğu kimi qaldı. Yəni bu ona görə mövqeysiz say sistemidir. Abituriyent səviyyəsində mövqeyli say sistemindən danışılır. Gəlin başlayaq biz də danışmağa. Mövqeyli say sistemlərindən əsas biz gündəlik həyatımızda onluq say sistemini istifadə edirik. Bəs onluq say sistemi niyə onluq say sistemidir? Səbəb ondan ibarətdir ki, onluq say sistemində 10 dənə rəqəm var. 0, 1, 2, ... 9-a kimi rəqəmlər var. Yaxşı, bəs onluq say sistemində 10 dəyərini saxlayan rəqəm yoxdur. Onda nə edirik? 1-in dalına 0 qoyuruq, 10 dəyərini saxlayan ədədi alırıq. 1-in dalına 1 qoyuruq, 11 dəyərini saxlayan ədədi alırıq və bu belə gedir. Sadəcə rəqəmlərinin sayı 10 dənə olduğuna görə buna onluq say sistemi deyilir. Aha. Bəs 8-lik nümunə olaraq gəlin 8-lik say sisteminə də baxaq. Məsələn, 8-lik say sistemində də 0-dan 8-ə kimi 0, 1, 2, 3, 7. 8-ə kimi rəqəmlər var. Yəni 8 dənə rəqəm var. Ona görə buna 8-lik say sistemi deyilir. Eynən onluq say sistemində olduğu kimi 8-lik say sistemində 8 yazmaq üçün 1-in dalına 0 qoyuram. 1-in dalına 0. 9 yazmaq üçün 1-in dalına 1 qoyuram və bu belə davam edir. Bu bütün mövqeyli say sistemlərində bu qayda ilə davam edir. Yəni 2-lik, 3-lik, 4-lik, 5-lik, 7-lik, 16-lıq fərqi yoxdur. Yaxşı, bəs biz bu say sistemləri arasında necə keçid edə bilərik? Yəni sırf yalnız keçid etmək yox, yəni məntiqin anlayaq gəlin. Məsələn, bunun üçün onluq say sistemində bir ədəd yazıram. Yazıram, neçə yazdım? Yazıram 130. Fikir verin, onluq say sistemi. Say sisteminin əsası ədədin, belə deyim, sağ aşağısında yazılır. Bu onluq say sistemində olduğunu bildirir. Baxın, bunun açıq yazılış formasını biz riyaziyyatdan bilirik də. 0, 1, 2 yazsam üstünə. Bir dənə 10 üstü 1 deməkdir bu. Yəni bunun içində bir dənə 10 üstü 1 var. Daha doğrusu bir dənə 10 üstü 2 var. 3 dənə 10 üstü 1 var. 0 dənə də, 10 üstü 0 var. Hətta biraz da irəli gedərəm, deyərəm sol tərəfdə əslində 0 dənə 10 üstü 3 var, 0 dənə 10 üstü 4 var. Prosta ki 0 dənə də deyə, 0 dənə deyə. Bunları görmürük də biz. Riyaziyyatdan bilirik ki, bura təsirsiz sıfırlar ata bilərəm də. Əla. Yaxşı. İndi niyə bunu onluq say sistemini deyiblər? Çünki onluq say sistemi onun qüvvətlərindən nə qədər olduğunu sadəcə yanaşı yazıb. Onda mən bunu 8-in qüvvətləri şəklində ifadə eləsəm, yanaşı yazsam, 8-lik say sistemində ifadə eləmiş olaram. Gəlirəm, sadəcə 8-lik say sistemində qüvvətlər şəklində yazmağa çalışıram. Baxıram, 130-un içində 8-in ən böyük qüvvəti neçə var? 8 üstü 2, 64. Yazıram 8 üstü 2. İndi bunun neçə dənə, yəni bundan neçə dənə olduğunu da bilməliyəm də. 64-dən bunun içində rahatlıqla görürəm ki, 2 dənədir. Yəni 2 dənə 8 üstü 2, 128. Yerdə nə qaldı? 2. 2-in içində 8-in ən böyük qüvvəti 8 üstü 0 var. Yəni 1. Bundan neçə dənədir? 2 dənədir. Fikir verdinizsə, 130 ədədini 8-in qüvvətləri şəklində ifadə elədim. İndi rahatlıqla bu 8-in qüvvətlərindən mən 8-lik say sisteminə də keçid eləyə bilərəm. Necə? Gəlirəm, 8-in ən böyük qüvvəti 802 var. 802 qüvvətindən 2 dənə var, 2 yazdım. Sonra 802 qüvvətindən sonra əvvəl nə gəlir? Yəni aşağıda 801 qüvvəti gəlir. 801 qüvvəti əslində burada var. 0 dənə 801 qüvvəti var burada. Prosta biz o görmürük. Yazıram 0 dənə 801. 800 qüvvətindən də 2 dənə. Əla, keçmiş oldum 130 ədədini 8-lik say sisteminə oldu. 2, 0, 2. Eyni qaydada keçdiyim qaydada. 8-lik say sistemindən də
onluq say sisteminə qayıda bilərəm. Necə qaydacam? Sadəcə 0, 1, 2-ni yazacam, açıq yazılış formasını yazacam. 2 dənə 8 üstü 2, 0 dənə 8 üstü 1, 2 dənə 8 üstü 0. Və bunu hesablasam görəcəm ki, 130 ədədini alırıq. Və belə deyim, onluq say sisteminə istənilən say sisteminə bu qayda ilə keçə bilirik. İstənilən say sisteminə də onluq say sisteminə eyni bu qayda ilə keçə bilirik. Məsələn, gəlin ikilik say sistemi anlayışını da əlavə eləyək. İkilik say sistemi nədir? Sadəcə 2 dənə rəqəmdən ibarətdir. İkilik say sisteminin rəqəmləri hansılardır? 0 və 1. Bütün ədədlər bu rəqəmlərin kombinasiyasından yaradır. Məsələn, ikilik say sistemində 2 dəyərini saxlayan ədəd yoxdur, birin dalına 0 yazırıq. Bu formada davam edir bu da. İndi məsələn, mən 130 ədədini onluq say sistemindən ikilik say sisteminə keçmək istəyəcəm. Necə keçəcəm? Yenə 2-nin qüvvətlərini cəmi şəklində göstərəcəm. 2-nin ən böyük qüvvəti 2 üstü 7 var, 128 qaldı, 128 çıxardan da 2. Bu da 2 üstü 1 deməkdir. Fikir verdinizsə göstərdim. İndi başlayıram yenə 2 üstü 7-dən, ən böyük qüvvətdən. 2 üstü 7 qüvvətindən bir dənə var. 2 üstü 6 qüvvətindən yoxdur. 2 üstü 5, 4, 3, 2 yoxdur. 2 üstü 1 qüvvətindən var. 2 üstü 0 qüvvətindən yoxdur. Oldu ikilik say sistemində 130 ədədinin təsviri. Çox yazdım deyəsən. 3, 3, 6, 7, 8. Yoxdur, problem yoxdur. Bu da oldu bizim üçün 130. Baxın, fikir verdinizsə, bir dənə bunu aşağı düşüm. Burada belə bir sizə beyninizə sual yaranan bilər ki, burada sıfırları burada görmürəm. Bəs niyə burada yazıram? Əslində bunun sol tərəfindəki sıfırları da görmürəm, amma istəsəm soluna təsirsiz sıfırları əlavə eləyə bilərəm. Sadəcə mən buradakı sıfırları qeyd eləməsəm, fikir verin. Tutaq ki, sıfırları yazmadım, yazdım 1, 1, bir dənə axırdakı sıfır yazdım. Mən bunu yenidən onluq say sistemində qayıtmaq istəyəndə, 2-nin qüvvətlərinə çevirmək istəyəndə fərqli bir ədəd alacam. Olacaq 2 üstü 2 plus 2 üstü 1. Bu fərqli bir ədəddir. Bu qüvvət söhbətin, yəni belə deyim, mərtəbə söhbətini itirməməliyik. Yəni ortadakı sıfırlara diqqətlə fikir vermək lazımdır. Artıq biz demək olar çox sürətli şəkildə onluq say sistemindən ikilik, 8-lik say sisteminə, ikilik və 8-lik say sistemindən isə onluq say sisteminə keçməyi öyrəndik. Belə deyim, kitablarda qeyd olunan bir əlavə üsul da bölmə üsulu ilə keçməkdir. Gəlin biz bunu da göstərək. Necə bölmə üsulu ilə? Deyir ki, qayda olaraq belə deyir. Onluq say sistemindən hansısa, tutaq ki, ikilik say sisteminə keçmək istəyirsənsə, 2-yə bölə-bölə gedirsən, qalıqları tərsdən düzürsən. Başlayıram 130-u 2-yə bölməyə. 130-u 2-yə böləndə tam hissəm eləyir 64, düzdürmü? Yox, 64 nə idi? Estağfurullah, 64, 128 eləyir, 65, 130 eləyir. Eləyir 65, 130, 0. Qalıqda 0 qaldı. İndi 65-i 2-yə bölünür. 65-i 2-yə böləndə eləyir 32, qalıqda 1. 32-yə 2-yə böləndə eləyir 16, 16, qalıqda 0. 16-yı 2-yə böldüm. Qalıqda 0 elədi 8. 8-i 2-yə böldüm. Qalıqda 0 elədi 4. 4-ü 2-yə böldüm. Qalıqda 0 elədi 2. 2-yə 2-yə böldüm. Qalıqda 0 elədi 1. 1-i 2-yə böldüm. Qalıqda 1 elədi 0. 0 aldım dayandım. İndi tərsdən düzəndə 0, 1, 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5, 1, 0. 2, 2, 4, 5 düz. Aha. Fikir verdinsə bölə-bölə getdim. Sadəcə qalıqları tərsdən düzdüm. Əvvəldə alınan da tərsizsiz sıfırda atdım. Burada bayaq aldığım ifadəni aldım. Amma fikir verdinizsə mən belə keçəndə bu üsulla keçmək bizim üçün rahat deyil. Hələ plus ədəd böyüyəndə bu daha çox çətinləşir və bizim qəbul imtahanında itirəcək 10 saniyəmiz belə yoxdur. Ona görə biz məcbur olmadıqca bu üsuldan istifadə etmirik. Hansı üsuldan istifadə edirik? Bu yuxarıda danışdığım üsuldan. Belə deyim, bəzi suallar olacaq, məcbur olacaq bu üsuldan istifadə etməyə, bölmə metodu ilə keçməyə. Amma normal, belə deyim, suallarda biz qüvvətlər şəklində göstərərək keçəcəyik. Eynən hər hansı bir say sistemindən, hətta x əsaslı say sistemindən belə onluq say sisteminə keçməyi öyrəndik. Necə keçirik? Məsələn, x əsaslı say sistemində verilmiş 5, 4, 3 ədədini
onluq say sisteminə keçmək istəyirəm. Sadəcə mən bilirəm ki, burada bu 5 nə deməkdir? Sadəcə bu ədədin içində 5 dənə x üstü 2 olduğunu bildirir. 5 dənə x üstü 2, 4 dənə x üstü 1 olduğunu, 3 dənə də x üstü 0 olduğunu demək üçün belə yazıb. Sadəcə burada x-in qiymətini yerinə qoyaraq, ifadədə hesablayaraq bu ədədin onluq dəyərini almış olarıq. Biz artıq bütün say sistemlərindən onluq say sisteminə keçməyi bilirik. Bugünkü dərsimiz bura qədərdir. Növbəti dərsimizdə 2-lik say sistemindən 8-lik say sistemindən və 16-lıq say sistemindən ətraflı danışacağıq. Həmçinin bunlar arasındakı keçiddən də danışacağıq. Sağ olun, salamat qalın.